Füzuli rayonu ərazisində Köndələnçay su anbarları vasitəsilə 6000 hektardan çox əkin sahəsinin suvarılması mümkündür. Hər 3 su anbarı torpaqlarımız işğaldan azad edildikdən sonra yenidən bərpa olunaraq istifadəyə verilib. Köndələnçay su anbarları ümumilikdə 15,5 milyon kubmetr su tutuma malikdir. Bu anbarlar əsasən Köndələnçay çayından qidalanır. Onlardan ən böyüyü isə aşağı Köndələnçay su anbarıdır ki, su tutumu 9,5 milyon kubmetrdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Atakişi Babayev müsahibəsində bildirib ki, Füzuli rayonu ərazisində Köndələnçay çayı üzərində kaskad üsulu ilə tikilən Köndələnçay 1, Köndələnçay 2 və aşağı Köndələnçay su anbarları mövcuddur. Bunlar 1951-ci il, 1962-ci il, aşağı Köndələnçay su anbarı isə 1982-ci ildə istismara verilib. Torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərdə mina təmizləmə işləri görüldü və bərpa və yenidən qurma işlərinə start verildi. 2024-cü ilin may ayında işlər tamam başa çatdıqdan sonra Prezident İlham Əliyevin iştirakı ilə bu obyektlərin açılışı oldu. Bu su anbarları vasitəsilə işğaldan azad olunan ərazilərdə 63 min hektar əkin sahələrinin suvarılması mümkündür. Hal-hazırda aşağı Köndələnçay su anbarı vasitəsilə Köndələnçay boyu olan kəndlərdə 1000 hektardan çox sahənin suvarılması işləri görülür. Su anbarları vasitəsilə işğaldan azad olunmuş rayonumuzun işğaldan azad olunmuş ərazisində 6300 hektar əkin sahələrinin suvarılması ilə təminatı həyata keçirəcəkdir. Eyni zamanda bu məqsədlə də bir ədəd nasos stansiya mövcud olmuşdur. Aşağı Köndələnçayın bəndin aşağı bir hissəsində yerləşən su anbarı da tam yararsız hala salınmışdır. Lakin bərpadan sonra tamamilə bərpa olundu, yenidən qurma işləri aparıldı və 3 aqreqatlı nasos stansiyası da tamamilə istismara yararlı hala gətirildi və yenidən quruldu. Hal-hazırda aşağı Köndələnçay su vasitəsilə Köndələn çayı boyu olan kəndlərimizdə 1000 hektardan yuxarı ərazilərdə suvarma işləri də aparılır. Qeyd edək ki, aşağı Köndələnçay su anbarı Zəfər yolunun kənarında yerləşir və anbarın yola tərəf sahilində istirahət sahəsi yaradılıb, söhbətgah quraşdırılıb və ərazidə yaşıllıq zolağı salınıb ki, bu da həmin ərazidən keçən şəxslərin su anbarının izləməsinə və ərazidə dincəlməsinə imkan verir. Könül Kazımova, Aydın Yavərzadə, Həcər Həsənova bugün informasiya proqramı üçün.